Deməli, biz bugün toyuq fileni qaynatmışıq, salatımız olacaq. Toyuq file, qarğıdalı, qoz, keşniş, bir də mayonezlə. Çox qəşəng dadlı yeməli salatdır. Qaynatmışıq, indi biz vuracaq buna duz, istiot. Fileni duzda qaynatmamışıq. Az miqdarda duz vurdum ki, qaynatdım, bəli. Qaynadanda elə elin ki, çam səfsim ölməsin. Çünki ölsə, didəndə çıxmır, pis görsənir. Qarğıdalı vururam. Bir də keşniş vururam. Qarışdırıram. İndi mayonezlə qarışdıracağım. Qarışdıranda siz əgər özünüz istəsiniz qarğıdalı artıra bilərsiniz, amma başqa göyərti məsləhət görmürəm. Başqa göyərti şüyüddən bu salata uyğun olmur. Qarğıdalı amma artıra bilərsiniz. Mən öz zövqümə görə belə edirəm. Çox qəşəng salatdır. Ona ancaq keşniş. Keşniş vurulur. Hə, keşniş qəşəng olur, dadlara uyğun olur. Mütləq bilqayla qarışdırın. Çalışın ki, qarışdıranda çox palçıq kimi belə əzməyin ki, normal qalsın ki, dən. Belə, biz bunu bu qabda qoyacağıq. Yəni görürsünüz, belə palçıq kimi ki, paytaxt salat necə yapışır? Elə yapışmasın. Yəni normal olsun. Mayonezi gərək az olsun ki. Normal vurun ki, mayonezi miqdarı. Sizə qramajları yazdıracağım onsuz da hər porsiya nə qədər gedəcək. Siz onda qarışdıranda, yəni çaşmayasınız. Buna belə dekor verəcəm belə. Belə. Bu da göyərti. Siz əgər podaça eləmək istəyirsiniz, belə dekor, ancaq belə dekor qəşəng görsənir. Bu belə